مرحوم علامه طباطبایی استاد مرحوم قاضدن نقلش مرحوم قاضی buraymış Nəcəfdə bir dənə vaiz var idi, vaizi Nəcəfi mərufmuş. O nəqliymiş ki, mən gedəydim Kərbəlanın ətraf qəsəbələrində mahi Mühərrəmdə mənbərə, dəhi Mühərrəm mənbərə gedəydim. Demiş, getdim də və qəsəbələrində gördüm, hamısı əhl-i sünnətdir. Hamısı əhl-i sünnətdir və onlara mənbərə getdim bir dəhəni, qaldım onlara mənbərə getdim. Bir kəsin evində qalıydım, çox nurani bir kişiydi, sadə, xoşbavər. Bəzi adam fikirli zirəkdir, hər nədə işgal eləməyə. Zirəkli deyil, xərab eləməyəsin, təslim ol ki nə? Hər nəyə mən işgal edeyim, yox, yüzayiriksən, təslim ol, əbd ol. Bədi o qəd خوشباور شید نورانی من تعجب edeydim nədir bu vilayəti tabbeydi hey əlləşəyim sözün başına açsam buna deyəm ki vilayət, imamət olmaz بدون mücəvviz vilayət insan sıratdan keçə bilməz behişdə varid ola bilməz əhl-i sünnət özü nəqləyirlər əmir-əl-muminin ənə qasimun nar və cənnət Peyğəmbərdən rivayət edib Əmir-əl-Muminin behişlə cəhənnəm əleyhinin əlində özü təqsim edəcək. Bir gün siz sözün başını açdım, dedim sizin şeyxiniz kimdir? Ərəbdə şeyx neçə mənaya gəlib, rəisi qəbiliyə də şeyx deyər. Bu getdi rəisi qəbiləni tərifləməyə. Dedi filan kəsdir 400 dənə tüfəngçisi vardı, nəm neçə 100 dənə dəvəsi var, nəm bir ki nə qədir, saylədi. Ondan mənə sizin şeyxiniz kimdir? Dedim, bizim şeyximiz də sahibi qudrət, kəmal. Əgər gün batanda olasan, gün çıxanda çağırsan deyilər, deyik, əlindən tutayım. Dedi, əcəb sahibi qudrətdir, əcəb sahibi əzəmətdir. Belə şeyx bucur olar, belənci şeyxin dalıqsa gedəsən ki, aləm ixtiyarındadır. Dedi, o şeyxin adı nə mənədir? Dedim, Şeyx Əli. Dedi, Əcəb şeyxidir. Belə deyib, qutardı, dəhə qutardığından gəldi, deyə bilmədim şeyx kimdir. Gələn il təslim tutun gedəm həmin qəsəbiyə, şiyə eləyəm, sünninin evinə gedəm. Getdim, qapısını döydüm, oğlu gəldi, dedim, ata istəyəm, dedi, atam Allahın rəhmətinə getdi. Çox narahat oldum. Dedim, niyə mən demədim ona Şeyx Əli kimdir? Getdim qəbri istə Fatihə oxudum, qayıtdım evə qeydindən sonra balaca yuxuğa getmişdim, varid oldum aləmi bərzəxə. Məni apardı aləmi bərzəxə. Gördüm 2 dənə mələk hoz Kovsərin kənarında bu kişini qoyublar əl-ayağını yeyirlər əl-ayağını. Ondan gözü mənə düşdü, çağırdı, ay şeyx, ay vaiz. Dedim və demədim, mən qaranlıq aləmə düşmüşdüm. Bəxtə ki, öldüm, bir dalana düşdüm. Qaranlıq dalanıdı, axırı yox idi. Hər kəsi səslədim, dərdimə dəymədi. Birdən ustadın yadıma düşdü. Axı, mənə deydin o, gün batanda olsa, gün çıxanda çağırsın, cavab verər. Səslədim, ya Şeyx Əli. Bir də gördüm Əli ibn Əbi Talib deyil, beş. Gördüm Əli ibn Əbi Talib. Ha Əliymiş, Əliymiş. Yəni vilayət. Ağa Əmir-ül-Muminin. Ağacan, o Kərbəlada balaların masiliyyət düşəndə adı